Bismillahirrahmanirrahim. Bu günləri Cəmadiyəl əvvəl ayının 5-i, oktyabr ayının 27-si İslamda əzəmətli xanım simalarından biri, Kərbəlanın qəhrəmanı xanım Zeynəb salamullahi aleyhanın mübarək mövlud günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm. Xüsusilə əziz, dəyərli xanım Zeynəb, xanım Zəhra salamullahi aleyhaların yolunun davamçıları olan iman əhli xanımlarımızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək olsun. Allah o əzəmətli şəxsiyyətin, dünya ziyarətin, üqba şəfaətin hər birimizə nəsib eləsin inşallah. İslam tarixində hər zaman biz əzəmətli kişi simalarına yanaşı, eyni zamanda xanım simalarını da görürük. Allah Müteala'nın dünyada, bəşərdəki nizamlarından biri də budur ki, Allah əzəmətli xanımlar dünyada xəlq eləyərək bəşərə bunu da göstərib ki, Allah dininin qorunmasında, ilahi hədəflərin insanlara çatmasında həm də xanımların rolu olmuşdur. Necə ki, tarixdə xanım Məryəm, xanım Asiyanın əzəmətli rolu olmuşdur və İslam tarixində də ilk növbədə əziz Peyğəmbərimizin yanında Xədicə Kubra salamullahi aleyha, Həzrət Əli əleyhissalamın yanında xanım Zəhra salamullahi aleyha və ondan sonraki dönəmdə xanım Zeynəb salamullahi aleyhanı biz görürük. Xanım Zeynəb salamullahi aleyha əziz Peyğəmbərimizin ilk qız nəvəsidir. Həzrət Əli əleyhissalam və xanım Zəhra salamullahi aleyhanın ilk qız evladı idi. İmam Həsən və İmam Hüseyn əleyhissalamlardan sonra belə bir mövludla o ev nurlandı. Bəşər öz nurunu əlbəttə qəbul elədi. Tarixdə yazıblar ki, İmam Hüseyn əleyhissalam bugünkü gündə çox sevinirdi. Həzrət Əli əleyhissalam ki, evə gəldi, İmam Hüseyn əleyhissalam çox sevincli halda atasının üstünə qaçdı. Atacan, Allah mənə bir bacı nəsib elədi. Deyirlər, Həzrət Əli əleyhissalamın həmin gün sevincinin həddi hüdudu yox idi. Amma eyni zamanda bu şad xəbəri eşidəndən sonra Həzrət Əli əleyhissalam ağladı. İmam Hüseyn əleyhissalam xəbər aldı. Atacan, niyə ağlayırsan? Bacımın dünyaya gəlməsindən şad olmadın. Buyurdu ki, oğlum Hüseyn, çox şad olmuşam. Lakin bu ağlamağımın bir səbəbi var ki, sən onu Kərbəlada Aşura günü hiss eləyəcəksən. Əlbəttə, Peyğəmbərimizin Allah tərəfindən aldığı vəhilər vasitəsilə Həzrət Əli əleyhissalama verdiyi xəbərləri Həzrət bilirdi və qarşıda hansı müsibətlər onları gözləyirdi, bunları bilirdilər. Ona görə də xanım Zeynəb salamullahi aleyhanın ləqəblərindən, məşhur ləqəblərindən biri də Ummul Məsaibdir, müsibətlərin anası. O qədər müsibətlər onu üz tutmuşdu ki, hətta müsibətlər anası bir ad almışdı. Əlbəttə, bayram günüdür, şad bir gündür, lakin mənim üçün belədir. Heç vaxt xanım Zeynəb salamullahi aleyhanın mövludunda da bəzi qəmli notlara toxunmadan insan danışa bilmir. Çünki bu əzəmətli şəxsiyyətin dünyaya gəlişindən son nəfəsinə qədər həyatı müsibətlər içində baş vermişdi. İlk növbədə Peyğəmbərin vəfatını görmüşdü. Ondan sonra cavan vaxtında anasının şəhadətini görmüşdü. Ondan sonra atası Əmirül-Mömininin zərbətlənməsi, 3 gün yataqda qalması və onun şəhadəti, sonradan qardaşı İmam Həsənin zəhərlənərək ciyərlərinin parçalanıb qan qusmasını görmüşdü və şəhadətini görmüşdü və bu müsibətlərin ən sonu və ən mərkəzi Kərbəla hadisəsi idi. Əlbəttə, Kərbəlaya qədərki yollar, Kərbəlaya qədərki
müsibətlər və Kərbəlanın günü, Kərbəladan sonrakı hadisələr xanımın həyatının ən çətin dönəmləri idi. Xanım Zeynəb salamullahi aleyhanın barəsində İslam tarixində çoxlu sözlər var. Lakin Avropalı alimlərdən biri Kərbəla hadisəsi barəsində bir kitab qələmə almışdı. Orada xanım Zeynəb salamullahi aleyhanın həyatına toxunarkən yazırdı ki, o əzəmətli şəxsiyyət, Əli qızının qəlbinin və ruhunun böyüklüyü İbn Ziyadın və Yezidin sarayındakı xütbələri ilə, çıxışları ilə özünü göstərdi ki, o boyda bir müsibət, Kərbəla boyda bir faciə, bir günün içində 7 qardaşını itirmək, 2 balasını itirmək, neçə qardaşı balalarını itirmək və ətrafındakı xanımların qarət olunmasını görmək, onların əsirlikini görmək, bu xanımın ruhiyyəsinə zərrə qədər də olsun təsir göstərə bilməmişdi. Çünki o xanımın mənəvi məktəbi çox möhkəm bir məktəb idi. Peyğəmbər tərbiyəsi görmüş. Xanım Zəhra Həzrət Əmir əleyhissalamların tərbiyəsini və İmam Həsən və İmam Hüseyn kimi əzəmətli şəxsiyyətlərin tərbiyəsini görmüş bir şəxsiyyət idi. Tarixdə yazıblar ki, onun vüqarı xanım Xədicə Kubradan nümunə idi. İsmət və həyası xanım Zəhra salamullahi aleyhadan nümunə idi. Fəsahət və bəlağəti atası Əmirül-Möminindən bir nümunə idi. Onun danışarkən, xütbə söyləyərkən sanki insanlar deyir ki, elə bir Əmirül-Möminin özü gəlib. O, Həzrətin barəsində şair bir şeir yazıb, elə ki, Kərbəlada İmam Hüseyn əleyhissalamı şəhid edirlər. Həmin hadisəni nəzmə çəkib şair və gözəl də nəzmə çəkib. Buyurur ki, gördü batır burcu imamətdə gün, düşmənə yalvarsa açılmaz düyün. Yəni, elə bir andır ki, düşmənə burada yalvarmağın da bir əhəmiyyəti yoxdur. Qardaşı Hüseyni şəhid edirlər, yalvarsa da belə faydası yoxdur. Xanımın dili ilə yazır şair bunu. Tutdu üzün Sədin o pəst oğluna, pəst o furumayeyi məst oğluna, söylədi ey bi xərədi rusiyah, ləşkəri şeytanə əmiri sipah, yarə vururlar Əbi Əbdilləhə, zənn edirsən qan alanı yox bunun, öldü Əbəlfəz qalanı yox bunun, almağa qan Zeynəbi nalanı var, çün bu damarlarda Əli qanı var. Həzrət Əli əleyhissalamın qanını daşıyan, xanım Zəhra salamullahi aleyhanın qanını daşıyan bir xanımda təbii ki, bu şücaət olmalıydı. Ömər Sədin qarşısında o sözləri demək o zaman üçün çox çətin idi. İbn Ziyadın sarayında o xütbələri oxumaq çox çətin idi. Yezidin sarayında o xütbələri oxumaq çox çətin idi. Çünki Yezid elə bir cinayətə əl atmışdı ki, Peyğəmbər balası öldürmüşdü. İmam öldürmüşdü. Ali Əbanın sonuncu nümayəndəsini öldürmüşdü və bütün insanlar qorxu içində idilər. Belə bir zamanda xanım Zeynəb salamullahi aleyha özünü sipər eləyir, Əhl-i-Beyt yolunda, imamın və vilayətin müdafiəsi yolunda İmam Zeynəl Abidin əleyhissalamın qorunması üçün xanım Zeynəb salamullahi aleyha belə bir fədakarlıq göstərir. Xanım Zeynəb salamullahi aleyhanın İslam tarixində çoxlu xidmətləri var. Desək ki, İslam Peyğəmbərlə dünyaya gəldi və İmam Hüseyn əleyhissalamla yaşadı və mütləq bunu qeyd eləməliyik ki, İslam Kərbəla hadisəsi ilə yaşadı və Kərbəla hadisəsi də İmam Hüseyn əleyhissalamla dünyaya gəldisə, xanım Zeynəb salamullahi aleyhanla yaşadı. Xanım Zeynəb salamullahi aleyha Kərbəla hadisəsindən sonra Yezdin sarayından qayıdarkən çox tədbirli bir iş gördü. İmam Hüseyn əleyhissalamın 40-cı günündə gəlib o həzrəti ziyarət etmək üçün bir fürsət tapdı. Və bununla Ərbəin əzəmətli bir hadisənin bünövrəsini qoydu ki, həmin Ərbəin İmam Hüseyn əleyhissalamın aşurasını yaşatsın.
Aşura aradan getməsin, Aşura təhrif olunmasın, Ərbəin vasitəsilə daim yaşasın. İlk dəfə xanım Zeynəb salamullah aleyha bu yolun qədəmlərini götürüb və 1400 ildir insanlar, bəşərdə haqq-sevər insanlar dinindən asılı olmayaraq, məzhəbindən asılı olmayaraq həmin yürüşü davam elətdirirlər. Bu xanım Zeynəb salamullah aleyhanın bərəkətinin göstəricisidir. Nə qədər insan bərəkətli bir ömrə sahibi idi ki, onun atdığı qədəm 1400 ildə dayanmadan davam edir və artmaq xətti üzərində davam edir. Hər il milyonlar daha çoxalır və insanlar həmin günü yaşadırlar ta Aşura aradan getməsin. Ərbəin, yəni birbaşa xanım Zeynəb salamullah aleyhanın bağlı olduğu bir məsələ və mən bir neçə kəlmə istəyirdim ki, xanım Zeynəbin mövlud günlərində Ərbəin yürüşü barəsində danışım. Düzdür, xanım Zeynəb salamullah aleyhanın həyatı o qədər zəngindir ki, kifayət qədər onun barəsində danışılası sözlər var. Hər ildə mövludunda, şəhadətlərində bunun barəsində söhbətlər olunub. Lakin mən xüsusi olaraq Ərbəyinə biraz diqqət çəkmək istəyirəm. Xanım Zeynəb salamullah aleyha və ətrafındakı xanımlar çox müsibətli, məşəqqətli bir yola qədəm götürdülər. Çox çətinliklə 40-cı gün, Ərbəin günü gəlib İmam Hüseyn əleyhissalamı ziyarət elədilər. Və bunu istədilər ki, İmam-ı Zaman intiqam alanın gəlişinə qədər bu yürüş, bu yol, bu ənənə daha da genişlənsin, daha da davam eləsin. Və sevindirici bir haldır ki, dünyada, bəşərdə insanlar, xüsusi qeyd edirəm bir daha ki, dinindən asılı olmayaraq, məzhəbindən asılı olmayaraq, orada biz qeyri-dinlərin də mənsublarını görürük. Xristianlar da, hətta Avropalılar da belə gəlirlər, Ərbəin yürüşünə qoşulurlar və müsəlmanların da içində məzhəbindən asılı olmayaraq, bütün əqidəsi saf, pak olan insanlar o yürüşəyə qoşulurlar. Əhl-i sünnə qardaşlarımız da o yürüşün içində kifayət qədər öz qatqılarını qatırlar Ərbəin yürüşünə və orada insanlar bunların hamısına şahid olur. Amma bəzi məsələlər var ki, Ərbəin yürüşü İmam Hüseyn əleyhissalamın ziyarəti üçün olan bir məsələ deyil. İmam Hüseyn əleyhissalamın ziyarəti ilin 365 günü mümkündür. Hər vaxt insanlar İmam Hüseyn əleyhissalamın hərəmini, qəbrini, zərihini ziyarət eləmək istəsələr, Kərbəlaya müşərrəf ola bilərlər, zəvvar ola bilərlər. Ərbəin yürüşünün mahiyyəti tam fərqlidir. Ərbəin ziyarət deyil, Ərbəin bir yürüşdür. İnsanlarımız bəzən bunun mahiyyətin anlamadan, bilmədən, bilgisizlik ucbatından həvəs göstərirlər bu yürüşə qoşulmaq üçün. Amma təəssüflər olsun ki, həmin yürüşdə bəzi hallarda görürsən, bəzi nigarançılıqları ortaya çıxır, bəzi narazıçılıqları ortaya çıxır, bəzən görürsən gileygüzarlar ortaya çıxır ki, məsələn, niyə bu çətinliklər ortaya gəldi? Biz bir dəfəlik başa düşməliyik ki, Ərbəyinə insanlar elə o çətinlikləri dadmaq üçün, yaşamaq üçün o yola çıxırlar. Öncədən dedik, ilin 365 günü İmam Hüseyn əleyhissalamı ziyarət eləmək olar. O eşqlə aşiqlər istəyirlər ki, çətin günlərdə, piyada günün altında, milyonların içində şəraitsiz bir yollarla İmam Hüseyn əleyhissalama Ərbəin günündə gedib öz salamlarını versinlər və bunu elan etsinlər ki, ya Zeynəb salamullah aleyha, sənin o gün qoyduğun bir yolun biz də davamçılarıyıq. Bu yolu biz qoymayacaq ki, zəifləsin. Biz bu yolun həmişə yaşaması üçün gücümüz çatarsa çalışacağıq. Və xanım Zeynəb salamullah aleyha axı o yollarda əziyyət çəkmişdi. Xanım Rüqəyyə əziyyət çəkmişdi. İmam Səccad əleyhissalam əziyyət çəkmişdi. Bizim də Ərbəyinə getməyimiz o əziyyətlərdən zərrə dadmaq üçündür. Əgər mən əziyyətləri dadmağa hazır deyiləmsə, ya fiziki, ya ruhi cəhətdən, o zaman Ərbəyinə getməməliyəm. Hər kim dinləyirsə bizi, mən istəyərəm ki, bizim bu sözlərimizi səmimi qəbul eləsinlər. Gücün çatmırsa fiziki olaraq,
ruhi olaraq, mənəvi olaraq bu yola gücün çatmırsa, bu yola qədəm götürmək olmaz. Çünki insan gedər orada asi olar, dilə gətirə öz şikayətlərini. Bu əslində İmam Hüseyn əleyhissalamı, xanım Zeynəb salamullahi aleyhanı narahat eləyər. Sanki biz ora getmişik və bir də minnət qoyuram ki, niyə bu yolda bu çətinliklə mən rastlaşdım? Deyiblər ki, ayağını sevən bu yola qədəm götürməsin. Bu yolda ayaq ağrımalıdır. Bu yolda çətinliklər olmalıdır. Amma biz düşünməliyik ki, onlara heç quru xeymələr də yox idi dincəlmək üçün. Onlara bir içim su verən də yox idi. Bizə su verirlər, amma birdən suyumuz biraz geciksə asi oluruq. Bizə yer verirlər qalmaq üçün, amma birdən yerimiz biraz geciksə asi oluruq. Bizə yemək verirlər, birdən yeməyimiz biraz geciksə asi oluruq. Əzizlərim, bu Əhl-i Beytə, bu İmam Hüseyn əleyhissalama, bu xanım Zeynəb salamullahi aleyhaya bir növ töhmət vurmaq olar, bir növ məzəmmət vurmaq olar. Biz onları narahat edərik, özümüz də bilmədən, düşünmədən. Mən bilirəm, hər biriniz eşqlə bu yola qədəm götürürsünüz, amma bəzən bilməyərəkdən bəzi nöqsanlara yol veririk. Hamımız istəyirik, amma gedəndən sonra hamımız şikayətlənirik, çox təəssüflər olsun. Ərbəyin yoluna mən bütün aşiqlərə tövsiyəm budur, bir kiçik qardaş kimi ki, mənəvi hazırlaşın, ondan sonra bu yola qədəm götürün. Fiziki hazırlaşmağa ehtiyac yoxdur. O yol fiziki yol deyil, o yol mənəvi yoldur, o ruhiyyənlə gedilən yoldur, imanla gedilən yoldur. Səbri özünə insan libas götürməsi o yolda qədəm götürə bilməyəcək. Orada qarşıya çıxan problemləri biz düşünməyək ki, kiminsə ucubatından o problem çıxdı. Bəli, bu cür negativ hallar da var ki, kiminsə səhlənkarlığı ucubatından bəzi hallar da ortaya çıxır. Biz onları da qınayırıq. Lakin ümumi anlamda bu hadisələri nizamlayan Allahdır. Hətta insan bütün işlərini düzgün proqram üzərində də qədəm götürsə, sanki bir ilahi sünnədir. Allah istəyir ki, bizim hesablamadığımız bir çətinlik ortaya çıxsın və bizim imanımız orada imtahan olunsun. Bizi sınasınlar. Görək nə qədər səbr edə bilirik. Sanki bir aşiq məşuqunun yolunda bir səfərə çıxıb, orada biraz inciyib, yağışa düşüb, soyuğa düşüb və öz məşuquna bunu dilə gətirir ki, bax, görürsən, mən gələrkən yağışda islandım. Məşuqu ona cılız baxar. Amma insan vüqarla dursa və məşuqu da görsə ki, sən bu yolda islanmısan, əzilmisən, yorulmusan, amma bunu dilə gətirmirsən, o zaman məşuqda, aşiqə eşqi çoxalar. Bizlər də bu yolu gedərkən çətinliklərimizi, ağrılarımızı, acılarımızı dilə gətirmədən, vüqarla duruş saxlaya bilsək, o zaman İmam Hüseyn əleyhissalamın, xanım Zeynəb salamullahi aleyhanın xüsusi nəzəri bizim üzərimizdə olacaq. Ona görə bir daha da mən ərbəin yolçularına ki, xanım Zeynəb salamullahi aleyhanın birbaşa bağlı olan bir yoldur, bir məsələdir. Bu məsələlərin ətrafında bir daha düşünməyi tövsiyə edirəm. Bu yola çıxmamışdan öncə bir də götür-qoy etməklərini tövsiyə eləyərdim. Xanım Zeynəb salamullahi aleyha dünyaya gələrkən xanım Zəhra salamullahi aleyha gəldi bir gün Peyğəmbərin yanına. Buyurdu, ya Rasulallah, mən bu evladda qəribə bir hal görürəm. Bəzi hallarda ağlayır, mən gəlirəm ki, onu sakit edeyim, aram edeyim, aram olmur. Oğlum Əmir-ül-Müminin gəlir, onu aram eləmək üçün aram olmur. Qardaşı Həsən gəlir, onu aram eləmək üçün aram olmur. Amma ya Rasulallah, elə ki Hüseyn gəlir onun beşiyinin yanına, bu körpə təbəssüm üzünə gəlir, şad olur və sakitləşir. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, qızım Zəhra, bunun öz hikməti var. Zeynəb balamla Hüseyn balamın xüsusi bir bağlılığı var. Bu bağlılıq Kərbəlaya qədər davam edəcək. Ona görə tarixdə yazıblar ki, xanım Zeynəb heç vaxt İmam Hüseyn əleyhissalamdan ayrı düşməzdi. Hətta ailə həyatı qurandan sonra da öz həyat yoldaşı və əmsi oğlu Abdullahdan
xahiş eləyərdi ki, tez-tez İmam Hüseyn əleyhissalamın ziyarətinə icazə versin və Kərbəla səfərində də öz həyat yoldaşından icazə alaraq İmam Hüseyn əleyhissalamla həmsəfər oldu. Elə bir ruhiyyə malik idi ki, İmam Səccad əleyhissalam barəsində buyurur ki, Aşuranın gecəsində bibim Zeynəb o dəhşətli, o vəhşətli gecədə belə gecə namazlarını tərk etmədi. Halı yox idi, amma oturan yerdə o gecə namazlarını bərpa elədi. Bu yolun davamçıları, xanım Zeynəb aşiqləri, onu sevənlər bilməlidirlər ki, onların namaza qoyduğu əhəmiyyət, dəyər bundan ibarət idi və bizim də bu yolu davam etdiririksə, namazlarımızda diqqətli olmalıyıq. Və İmam Səccad əleyhissalama Aşura günündə təsəlli verən bir şəxsiyyət idi. Siz başa düşürsünüz bu sözün əzəmətini. İmama təsəlli vermək nə deməkdir? İnsanın nə boyda böyük bir ruhiyyəsi olmalıdır ki, özündə xanım olduğum təqdirdə. İmam Səccad əleyhissalam deyir ki, Aşura hadisəsi bizi çox sarsılmışdı. Bibim Zeynəb mənə yaxınlaşdı. Dedi ki, balam, imamım, ağam, hüccətim, bu nə haldır mən səndə müşahidə edirəm? Sanki elə bil bu dəqiqə ruhum bədənimdən çıxacaq. Dedim, bibizan, axı bu hadisələri biz yaşamışıq, bu hadisələri biz görmüşük. Bəs bunlara insan tab gətirə bilmir. Orada bibim Zeynəb salamullah aleyha məni təsəlli elədi bir hədislə. Dedi ki, o zaman gəl mən sənə bir hadisənin xəbərini verim. Ümmü Sələmə biz bu səfərə çıxmamışdan öncə mənə bir əmanət verib, bir Peyğəmbər hədisin mənə əmanət verib. Ümmü Sələmə dedi ki, qızım Zeynəb, Peyğəmbər bu hədisi mənə danışmışdı və tapşırıq vermişdi ki, bu hədisi sizin bu səfərinizə qədər heç kimə danışmayım. Siz səfərə çıxarkən sənə bu əmanəti mən verməliydim Peyğəmbərin izni və icazəsi ilə. Qızım Zeynəb, Hüseynimi Kərbəlanın qumluq bir səhrasında şəhid eləyərlər və orada da dəfn olunur. Heç kim olmayan bir səhrada, hətta su tapılmayan bir səhrada. Amma qızım Zeynəb, o dəfindən sonra İmam Hüseyn əleyhissalamın bərəkətindən Kərbəlaya Allah o qədər əzəmət verəcək ki, Hüseynimi orada bir məqbərə ucaldılacaq və dünyadan, bəşərdən milyonlar insan o hərəmin ziyarətinə gələcək. 1400 il öncəki bir vədədir ki, xanım Zeynəb Kərbəlada Aşura günündə bunu İmam Səccad əleyhissalama xəbər verdi. Və bu günləri biz bunun artıq canlı şahidləriyik ki, milyonlar insan İmam Hüseyn əleyhissalamın çırağı ətrafında cəm olublar və xanım Zeynəb adı, xanım Zeynəb sədası daim orada canlanır. Və düz İmam Hüseyn əleyhissalamın hərəminin qarşısında bir dənə Təlli Zeynəb deyilən bir yer var. Yəni, xanım Zeynəb salamullah aleyhanın qəbri Şamda da olsa, amma Kərbəlaya gedəndə orada bir nişanəsi var. Mütləq onu yad eləyir insanlar. Təlli Zeynəbiyyə Təlli ərəb dilində bir təpəcik deməkdir. Həmin təpəcikdən xanım Zeynəb çıxardı, İmam Hüseyn əleyhissalamın o döyüş səhnəsinə baxardı, bütün şəhidlərin döyüş səhnəsinə baxardı. Təlli Zeynəbiyyə İmam Hüseyn əleyhissalamın hərəmi ilə xeyməcahın ortasındadır. Xanım Zeynəb qaçardı xeyməcaha, qadınları aram eləyərdi, yaralıları, yarasını sarıyardı, şəhidləri bir tərəfə çəkib onlar üçün ağlayardı, qadınlar üçün bir növ təskinlik mənbəyi olardı və qayıdıb gələrdi Təlli Zeynəbiyyədə İmam Hüseyn əleyhissalamın yanında döyüş səhnəsini izləyərdi. Mənim şəxsimi adına deyirəm və tövsiyə edirəm. İmam Hüseyn əleyhissalamın hərəminin çoxlu qapıları var. 10 dənə qapısı var İmam Hüseyn əleyhissalamın hərəminin. Amma bir qapısı var, Təlli Zeynəbiyyə tərəf çıxır. Adətən mən ziyarətlər zamanında çalışıram, həmişə o qapıdan get-gəl edim. Çünki o yol xanım Zeynəb və İmam Hüseyn əleyhissalamın get-gəl elədiyi yol idi. Düzdür, hərəmin başqa qapıları var, amma İmam Hüseyn əleyhissalam o yolla gedərdi Təllə, xeyməcaha, gələrdi qətlicaha.
xanım Zeynəb salamullahi aleyha İmam Hüseynin son nəfəsində oradan gəldi. İmam Hüseyn əleyhissalamla vidalaşdı, sağollaşdı. Və tarix yazıb ki, Kərbəla hadisəsindən heç 2 il keçməmişdi. Şamda həyat yoldaşı Abdullah gəldi, gördü ki, xanım Zeynəb salamullahi aleyha İmam Hüseyn əleyhissalamın o qanlı köynəyini öz sinəsinə sıxıb və həmin halı ilə da dünyasını dəyişib. Əlbəttə, biz buna bir növdə elə şəhadət deyərdik. Çünki bu yolda, bu əzmkarlıqla axıra qədər xidmət göstərib dünyasını dəyişmək özü bir şəhadətdir. Allahdan arzu edirik, təmənna edirik ki, Allah hər birimizə, bütün arzusunda olanlara xanım Zeynəb salamullahi aleyhanın ziyarət və şəfaətin nəsib eləsin inşallah. Bir daha bayramımız mübarək olsun. Allah bizləri Əhl-i Beyt qapısından bir an kənar salmasın. Vəssalamu aleykum və rəhmətullah.